Bir baş nahiyəmizə diqqət eləsək, saç, saqqal, qaş, kiprik. Saç, saqqalımız uzanıyaraq inkişaf edir, artır. Amma qaş və kiprik isə yerində olduğu kimi qalır. Eyni coğrafi iqlim, eyni hava, eyni qidalanma, eyni dəri, hər şey eyniyyət təşkil edir. Əgər bu yuxarıda, bu aşağıda olsaydı, deyərdin, hə, saç və saqqalın tam mərkəzində yer alan qaş və kipriyimiz. İndi mən burada kimliyindən soruşsam ki, bərbərə, məsələn, saçova baxma, kəsmə neçə dəfə getmirsən? Yəqin ki, dərhal soruşsaq, heç kim dəqiq cavab verə bilməz. Amma biraz riyazi hesablamın yaxşıdırsa, ortalama yuvarlaq bir cavab deyə bilərsən.